Qohumlar arasında mübahisə qanla nəticələnib. Xaçmazda kişi güllələnərək öldürülüb. Rayon prokurorluğundan verilən məlumata görə, dünən saat 19 radələrində Xaçmaz rayonu ərazisində 44 yaşlı Emin Cəllovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 37 yaşlı Rafiq Həbibovun tüfəngdən atəş açaraq Emin Cəllovu qəsdən öldürməsinə əsaslı şübhələri müəyyən edilib. Xaçmaz şəhərində baş vermiş bu hadisə bir ailəni matəmə bürüyüb. Qohumlar arasında yaranan şəxsi mübahisə faciə ilə nəticələnib. 44 yaşlı kişi güllə yarası aldıqdan sonra elə hadisə yerində dünyasını dəyişib. Məlumata görə şübhəli şəxs tüfəngini götürərək evin damına çıxıb və oradan atəş açıb. Çıxıb damda gizlənib güdü vurur. Kişi gəlib namazını qılmağa evdə tutuşdu. Gəlib keçib orada çaynikini apar versin. Daldan qəfildən 4-5 metrdə 4-5 metrdən vurub xala olmuyor. O da adam mərd oğlanı daldan vurar. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Rafiq Həbibov şübhəli şəxs qismində saxlanılıb. Emin Kərimov, Rafael Mailbəy, Yusif Kərimli, Xəzər xəbər.